Bəzən elə olur ki, keçmişə qayıdıb özümüzü danlayırıq. Kaş bunları mənə əvvəlcə kimsə deyəydi. Narahat olmayın. Bu gün sizlərlə birlikdə məhz o kaş dediyiniz sözlərin qapısını aralayacağıq. Kapitalizmin içində boğulmaq yox, sistemi öz xeyrinizə işlətmək üçün. Hazırsınızsa, gəlin başlayaq. Bölüm 1. Hekayəmizi özümüzdən başlayaq. Aylıq 600 manat əmək haqqı. Səhər 9-dan axşam 6-ya qədər eyni sistem, eyni qayda, eyni döngə. Xərclər də elə bil bir sənərdən çıxır. 300 manat kirayə, 50 manat nəqliyyat, 200 manat ərzaq, 50 manat geyim. O da ancaq Vasmoy bazarından. Burada Vasmoy bazarından alış-veriş edənləri pisləmirəm. Sadəcə gəlirin tələbatı nə qədər az ödədiyindən danışıram. Ayın sonunda nə qalır? Pul yox. Yalnız görəsən bu ay çatacaqmı? Narahatlığa. Bu 4 xərc kapitalizmin müdafiə divarlarıdır. Onları düzgün qurmadınsa, hücuma keçmək olmur. Bölüm 2. Kapitalist düşüncə nədir? Kapitalist düşüncə pulu 2 yerə bölür. Birinci, aktiv gəlir. Vaxtını pula dəyişmək. Maaş, freelans, gündəlik işlər. Bu gəlir səni həyatda saxlayır, amma azad eləmir. İkinci, passiv gəlir. Yatanda da işləyən pul, dividend, icarə, rəqəmsal məhsullar. Bu gəlir səni azad edir. Məqsəd 600 manatı artırmaq deyil, 600 manatın asılılığını azaltmaqdır. Bölüm 3. Aktiv gəliri artırmaq. İnsan bir gün anlayır ki, maaş həyatını dəyişməyəcək. Dəyişən şey düşüncədir. Neyiniyir bəs? Birinci, xərcləri optimallaşdırır. Lazımsız abunələri ləğv edir, planlı alış-veriş edir. Kiyosaki deyirdi, xərclərini tanımırsansa, sərvətə yol tapmayacaqsan. 2. Kiçik investisiyalar başlayır. Fond bazarı, kiçik kripto portfeli. Napolyon Hill deyirdi, böyük sərmayə kiçik addımla başlayır. 3. Bazarları pula çevirir. Freelance design, SMM, marketplace, fotovideo çəkişləri və s. Ayda 100-300 manat aralığında əlavə qazanc. 4. Beynini inkişaf etdirir. Hər gün 10 dəqiqə maliyyə, satış, investisiya məqalələri oxuyur. Çünki zənginlik ilk olaraq beyində başlayır. 5. Passiv gəlir mənbəyi yaradır. E-book, rəqəmsal məhsullar, icarə sistemləri. Buffett deyirdi ki, yatanda qazanmırsansa, işləməyə məhkumsan. Bölüm 4. 600 manat və 1000 manat aralığında olan həyatının psixoloji fərqi. 600 manatlıq həyat həyatda qalmaqdır. Ancaq 800-1000 manat aralığında olan həyat isə irəliləməkdir. 600 manat rejimdə ucuz ərzaq, məcburi geyim, ay sonu gərginlik, sistem səni idarə edir. 800-1000 manat aralığında olan rejimdə isə ay sonu 150-350 manat aralığında vəsait artıq qalır. Keyfiyyətli seçimlər edirsən, ilk investisiya portfeli yaranır, sən sistemi idarə edirsən sanki. Psixologiya dəyişir. Çünki artıq həyat sənin əlindədir. Bölüm 5. Həyatın qızıl düsturu. Aktiv gəlir həyatı təmin edir. Passiv gəlir azad edir. Büdcə. Hər manata tapşırıq verir. Unutma, kapitalist olmaq pul qazanmaq deyil, pulu idarə etməkdir. Həyatını sistem deyil, sən idarə etməyə başlayanda əsl azadlıq yaranır. Əgər bu videodakı fikirlər səndə bir qığılcım yaratdısa, o qığılcımı alova çevirmək sənin öz əlindədir. Kanala abunə ol, videonu bəyən, çünki növbəti videoda aktiv və passiv gəlir qurmağın dəqiq addımlarını izah edəcəyəm. Unutma, sən dəyişsən, həyat da dəyişəcək.